Salam. Xoş gördük Qoşablaq zamanı. Əziz kətçilər, bizim üçün ən əziz olun doğma Qoşablaqlar. Hər birinizi bugünkü gün bu Çırağan Palasda xoş gördük. Və bizim dəyərli qonaqlarımız başda Əziz müəllim olmaqla hər birinizi salamlayıram, xoş gəldiniz. Mən ilk öncə tədbirimizin rəsmi açılışı üçün Azərbaycan Respublikasının ərazisinin suverenliyi və müstəqilliyi uğrunda şəhidlik zirvəsində ucalan şəhidlərimizin hər birinə bir dəqiqəlik sükutla yad edilmək üçün ayaq üstə qalxağımızı xahiş edirəm. Allah rəhmət eləsin. Çok sağ olun. Bugün biz Qoşablaqlı olarak 1988-ci ildə erməni vəhşilərinin, erməni daşlaqlarının təcavüzdən məruz qalıb dədə-baba, ata-baba yurdlarımızdan pənah gətirmişik. Dövlətimizin prezidenti Cənab İlham Əliyev başda olmaqla apardığı siyasətlər nəticəsində Azərbaycan Respublikasının ərazilərinin işğal olduğu 20% geri qaytarılıbdır. Ümid edirəm ki, Cənab Prezidentimiz başda olmaqla bizim Qərb Azərbaycanlıların, soydaşlarımızın vətənimizə, doğma Azərbaycan, Qərb Azərbaycanımıza qayıtması üçün var gücünü, köməkliyini göstərib və bizi müharibəsiz, davasız, şavasız inşallah o yurdumuza qaytaracaqdır. Qərbi Azərbaycandan qayıdandan sonrasında Azərbaycanda bütün bölgələrdə pərakəndə şəkildə paylaşmışdıq. İcmamız yarandan sonrasında bugünkü gün kimi hamımız bütün Qərbi Azərbaycanlı olaraq bir yerə toplaşıb gələcəyimizə öz töhfələrimizi verib və böyük qayıdışa, doğma Qərbi Azərbaycanımıza, doğma kəndimizə, doğma Qoşablağımıza qayıtmağa yaxın görürük. İstərdim Əziz müəllim, siz bir Qoşablaq kəndinə öz ürək sözlərinizi deyib, bizi ümidlərimizi daha da artırıb və gələcəyimizə, doğma Qoşablağımıza, Qoşablaq deyəndə Əziz müəllim, Qoşablağının 2 bulağı var idi, çay kimi, mənbək, çay mənbəsində bulaq başında bu bugünkü günü cəmaatımızı yığa biləydi. Nə gözəl, nə xoş olardı bizə. Buyurun Əziz müəllim. Çox sağ olun. Çox sağ olun, hörmətli Alay müəllim, təşəkkür edirəm. Əziz Qərbi Azərbaycanlılar, əziz Göyçəlilər, əziz Basar Keçərlilər, əziz Qoşablaqlar.
Mən də sizin hər birinizi öz adımdan və Qərbi Azərbaycan icması adından salamlayıram və bu tədbirə məni də dəvət elədiyiniz üçün təşəkkür edirəm və kənd icmasının tədbirinə belə mütəşəkkil şəkildə toplaşdığınız üçün hamınıza icmamız adından, öz adımdan təşəkkür edirəm. Əziz ellilər, bu 37 illik tarixi biz hamımız sizlə bir yerdə yaşamışıq. Mənim elə özüm də o vaxtı Qərbi Azərbaycandan gələndə 1988-ci ildə 28 yaşındaydım. Yəni bu 37 illik tarixi, bu taleyi hamımız bir yerdə yaşamışıq və hamımız eyni taleyin adamlarıyıq. Bu 37 il o qədər də sadə olmayıbdı. Hər cür məhrumiyyətləri də görmüşük, qaçqınlığın hər üzünü görmüşük, şəxsi həyatımızda görmüşük, ailəmizin həyatında görmüşük, ağsaqqallarımızı itirmişik, vətən həsrəti ilə dünyadan köçənlərimiz gözümüzün qabağında gözlərini yumubdu, üzümüzə yaxşı baxanlar da olubdu, arxamızca danışanlar, bizə ad qoyanlar, ayamaq deyənlər də olubdu. Bu taleyi biz bir yerdə yaşamışıq. Lakin ata-baba yurtlarımıza qayıtmaq fikrindən heç vaxt daşınmamışıq. Bunu sübut edən bir də odur ki, biz Qərbi Azərbaycanlılar dəfələrlə təşkilatlanmağa çalışmışıq. Gəlin bunu etiraf eləyək. O təşkilatların içində çoxumuz da olmuşuq. Amma o təşkilatların hamısı qısa müddətdən sonra ya zəlzələdən, ya vəlvələdən dağıdılıb və Yeganə Azərbaycan Qaçqınlar Cəmiyyəti 1989-cu il dekabrın 28-dən biraz ürəyimizcə olan səviyyədə, biraz ümidlərimizi doğruldan səviyyədə, biraz bəlkə də hardasa doğrultmayan səviyyədə, amma bu təşkilat bu günə qədər davam elədi və öz imkanları daxilində qaçqınlarımız üçün bacardığını elədi. Yalnız 44 günlük vətən müharibəsindən sonra Qarabağ torpaqları işğaldan azad olunandan sonra və cənab prezident Müzəffər Ali Başkomandanımız İlham Əliyev 2022-ci il dekabrın 24-də öz ad günündə Qərbi Azərbaycan icmasının binasına gəlib oradakı tarixi çıxışı eləyəndən sonra bizim qarşımızda yeni perspektivlər açıldı. İnsanlarımızın birincisi ümidləri geri qayıtdı. Gəlin açıq etiraf eləyək. Heç Qarabağın azad olunmağına inanmırdıq. Tarixi torpaqlarımıza qayıdışımızda çoxumuzda inam qalmamışdı. Və bu tarixi çıxışdan sonra insanlarımızın ümidi geri qayıtdı. İnsanlarımız təşkilatlanmağa başladılar. Kənd-kənd, rayon-rayon təşkilatlandıq. Bu böyük bir zəfərdir. 44 günlük müharibədə qazandığımız zəfərin davamı idi. Və mən tövsiyə edirəm ki, məsləhət bilirəm ki, cənab prezidentin həmin tarixi çıxışını dönə-dönə oxuyun, dönə-dönə qeyd eləyin. Çünki o çıxışda bizim ata-baba yurtlarımıza qayıdışın bütün detalları öz əksini tapıb və cənab prezident bütün qətiyyəti ilə bizim ora qayıdacağımızı tək Ermənistana yox, tək onların havadarlarına yox, bütün dünyaya elan elədi. Və hər kəs də öz hesabını götürdü. Hər kəs mesajını apardı. Və bu günə qədər də Qərbi Azərbaycan icmasına birbaşa cənab prezidentimizin hər tərəfli dəstəyi sayəsində biz uğurla irəli gedirik. Və biz ilk dəfə olaraq Qərbi Azərbaycana qayıdış məsələsini bütün Azərbaycan xalqının məsələsinə çevirə bildik. Bütün dünya Azərbaycanlıların məsələsinə çevirə bildik. Bugün Azərbaycanın bütün güşələrində yaşayanlar başa düşürlər, dərk eləyirlər, qəbul eləyirlər ki,
bizim tarixi torpaqlarımıza qayıdışımız tək bizim məsələmiz deyil. 60 milyonluq dünya Azərbaycanlıların məsələsidir. Azərbaycan xalqının, Azərbaycan dövlətinin gələcək təhlükəsizliyi bizim o torpaqlara qayıdışımızdan da asılıdır. Əgər biz o torpaqlara qayıtmasaq, 20 il sonra, 30 il sonra ermənilər yenə də Azərbaycana qarşı ərazi iddiasında olacaq və yenə də biz minlərlə övladlarımızı şəhid verməli olacağıq. Bu bizim ikinci böyük uğurumuzdur. Və dünya bizim son 200 ildə Qərbi Azərbaycanda başımıza gətirilən müsibətlərdən demək olar ki, xəbərsiz idi. Və bu 2 il yarım ərzində biz dünyaya öz 200 illik tariximizlə bağlı, haqlarımızın tapdalanması ilə bağlı, ata-babalarımızın, övladlarımızın, özümüzün deportasiyalara, soyqırımlara, etnik təmizləmələrə məruz qalmağımızla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bildik. Xeyli dərəcədə, demirəm tam çatdıra bilmişik. Qulağı karlar var, gözü körlər var, dili lallar var. Amma BMT-nin rəsmi tribunasından, Təhlükəsizlik Şurasının tribunasından, Baş Assambleyanın tribunasından 10 rəsmi sənədimizi biz dünyanın BMT-nin üzvü olan 200 dövlətinə BMT-nin rəsmi dili olan 6 dildə oxutdura bildik, eşitdirə bildik. Bu təkcə bizim uğurumuz deyildi. Bu birinci növbədə Cənab Prezidentin xarici siyasətinin uğuruydu. Bu birinci növbədə Azərbaycan diplomatiyasının uğuruydu. Və mənim sizin hamınızdan bir xahişim var. Heç birimiz bu dünyanı tutub duran deyilik. Bizə yaradılan bu şəraitin, Cənab Prezident tərəfindən yaradılan bu şəraitin birincisi dəyərini bilək, qədrini bilək və bu yolu axıra qədər davam eləyək. İkinci xahişim ondan ibarətdir ki, bu tarixi şansı heç birimiz əlimizdən verməyək. Biz gedərik, bizdən sonrakilər gəlməlidir və o torpaqların son qarışına qayıdana qədər, o torpaqlara qayıtmaq uğrunda mübarizədə son adamımız qalana qədər biz bu mübarizədən geri durmamalıyıq. Hər hansı bir siyasi proseslər gedə bilər, dövlətlər arası proseslər gedə bilər. Bizim insanlarımızın taleyinə aydınlıq gətirilməlidir. Biz əcdadlarımızın ata-baba yurtlarına qayıtmalıyıq və bu yolda lazımsa canı olan canından keçməlidir, pulu olan pulundan keçməlidir, biliyi olan biliyindən keçməlidir, heç nəyi olmayan, heç olmasa yumruğunu qaldırmalıdır. Bu bizim üçün Cənab Prezident tərəfindən yaradılmış tarixi və son şansdır və biz bu qayıdışı sizlə bir yerdə təmin eləməliyik. Bu yolda hamımıza uğurlar arzulayıram və heç bir halda bu mübarizədən geri dönmək olmaz. Hamımıza uğurlar arzulayıram, sağ olun. Şəhid anası, Teymur Əliyevin anası Ayfara xanım, yaxınlaşın zəhmət olmasa. Bir də şəhid Mürsalov Azərin həyat yoldaşı Aleysiya xanım, yaxınlaşın zəhmət olmasa. Onda deyim ki, biz ilk birinci cildi buraxdıq. Bu birinci cildə düşməyən, lap 48-ci ildə, ondan əvvəl, ondan sonra gələn Qərbi Azərbaycanlıların nəvə nəticələri də vətənin bütövlüyü, azadlıq uğrunda mübarizədə şəhid olanlarımız varsa, şəkillərini, materiallarını verin. İndi ikinci cild hazırlanmaqdadır. Yəqin bu ilin sonuna qədər o da nəşrə göndəriləcəkdir. Ayfara xanım. Allah rəhmət eləsin Teymura. Allah rəhmət eləsin Azər qardaşımıza. Bütün şəhidlərimizə rəhmət eləsin. Təbii ki, oğul vətən üçündür. Biz indi şəhidlərimizi geri qaytara bilməyəcəyik.
Amma onların xatirəsini daim hörmətli tutmaq, əbədiləşdirmək bizim hər birimizin borcudur. Onların övladlarına, ailələrinə, xatirələrinə hörmət eləmək hər birimizin borcudur. Allah rəhmət eləsin, sağ olun. Anas xanım şəhid bacısı buradadır. Onun da zəhmət olunsa. Bizim dədə-baba torpağımızdır, biz ora qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq və heç kim bizi dayandıra bilmir.